qanunsuz məqsədlərlə kiməsə pul vermisən və pulu tələb edirsən, bu pulun tələb edilməsi ilə bağlı Ali Məhkəmənin mövqeyi yayıldı mediada ki, əgər sən onu qanunsuz məqsədlərlə vermisənsə, rüşvət müqabilində vermisən və digər qanunsuz məqsədlərlə vermisənsə, sən o pulu tələb edə bilməzsən. Təbii ki, tələb edə bilərsən, amma iddian uğurlu olmayacaq. Ümumiyyətlə, Ali Məhkəmənin qərarına mən sistemdə axtarış etdim, rast gəlmədim. Ali Məhkəmənin qərarı o halda məcburi qüvvəyə malik ola bilərdi ki, məhkəmə təcrübəsinin vahidliyin təmin edilməsi ilə bağlı qərardatla çıxarılsın. Buna bağlı heç bir qərardat mən görməmişəm. Qeyd edeyim ki, Ali Məhkəmənin qəbul etdiyi aktdan daha üstün Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarlardır və Konstitusiya Məhkəməsinin qərarları məcburi qüvvəyə malikdir ölkə ərazisində və hətta bunu da biləsiniz ki, Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarlarının qanunlara və Konstitusiyaya uyğunluğunu yoxlayır və hətta ləğv edə bilər. Burada bir ziddiyyət yaranır. Çünki Konstitusiya Məhkəmə Plenumunun qərarı var, rüşvət verməyə təhrik etmə və dələduzluq maddələrinin birgə şərhi ilə bağlı qərarında qeyd edir ki, əgər şəxs rüşvət veribsə, həmin rüşvətin verilməsi ilə bağlı müraciət edirsə hüquq mühafizə orqanlarına, həmin rüşvətin verilməsi ilə bağlı aldadılıbsa, iş üzrə zərər çəkmiş şəxs qismində tanına bilər. İş üzrə zərər çəkmiş şəxs qismində tanınma o deməkdir ki, sən artıq mülki iddia vermə hüququn yaranır. Yəni, mülki qaydada, baxmayaraq ki, cinayət icraatın içərisində aparılır, sən mülki qaydada hüquqlarının bərpa olunmasını tələb edə bilirsən. Baxın, gördünüz, Ali Məhkəmənin mövqeyi deyir ki, qanunsuz məqsədlərlə verilən pul geri tələb oluna bilməz, lakin Konstitusiya Məhkəmə Plenum qərarı deyir ki, sən rüşvət müqabilində vermisənsə və səni aldadıblarsa, faktiki qanunsuz məqsədlərlə verilmiş puldur. Sən zərərçəkmiş şəxsən tanına bilərsən və tanınırsansa, avtomatik olaraq sən mülki qaydada iddia vermək hüququn yaranır. İndi bu Ali Məhkəmənin mövqeyi və bu da Konstitusiya Məhkəmə Plenum qərarı. Bununla bağlı açığı bir ziddiyyətlər görürəm. Hüquqşünasların və vəkillərin fikirləri mənim üçün çox maraqlıdır.